Bismillahi velhamdülillahi ve salatu ve selamu ala Resulillahi amma ba'du. Şeyhülislam Muhammed ibn Abdülvehhab rahimehullahu deyir ki, tağutlar çoxdur. Başında duranı isə 5'dir. Tağutlar çoxdur və kim Allahın taatindən xaric olur, tağut olur, məhdudiyyətsiz. Lakin başlarında dayananı 5'dir. En birinci, biz yuxarıda qeyd etdiyimiz kimi birinci tağut şeytandır, iblistir. Hansı ki Allah'tan başqasına ibadətə dəvət edir. Uca Allah Kur'an'da deyir: "Alam a'had ileykum ya bani Adem en la ta'budu şeytan innehu lekum aduvun mubin." Ey Adem övlədi, məyər mən sizdən əhd almadımmı ki şeytana ibadət etməyin? O sizin açıq-aşkar düşməninizdir. Bu Yasin surəsi 60-cı ayədir. Bu tağutlarının əsasını təşkil edən baş tağutdur, şeytan. Və bura insan cildində olan şeytanlar da daxildir. Onlar hansılardır? Onlar ki Allahın qullarına, Allahdan başqasına ibadəti icazə edirlər. Buna başqa ad verirlər, onları aldadırlar. Onlara Allah'tan başqasına qurban kəsməyə icazə verirlər. Belə insanlar tağutdur. Şeytana ibadət ona taat olmaqla olur. Kim şeytana taat göstərdi, o şeytana ibadət edir. Amma onun taati müxtəlifdir. Kimin şeytana taati küfr və şirk həddinə çatır, kiminki isə bundan aşağı səviyyədədir. Yəni günahlar həddindədir. Və günahlar da şeytana taat deməkdir. Məsələn, kimsə tövhidi öz üzərində yaşadır, Allaha şərik qoşmur, bütün vacibətlərini yerinə yetirir, namaz qılır, oruç tutur, amma bəzi günahlar edir, spirtli içkilər edir, içir, ola bilər oğurluq edir. O deməkdir ki, o Allaha tam taat etməyib. Həmin bu günahlar ona şeytandan gəlir. Şeytan ona əmr edir bunları etməyə, bu böyük günahları işlətməyə. Və insanlardan olan şeytanlar da belələrinə kömək edirlər. Zəlalət əhli olan alimlər Allahdan başqasına ibadətə dəvət edirlər və bunu şirk adlandırmırlar. Buna başqa adlar verirlər. Təvəssül etmək deyirlər, salihlərə məhəbbət deyirlər, əhl-i beytə sevgi deyirlər və s. Bunlar şeytanın bir növüdür. Allah subhanahu wa ta'ala bizə xəbər verib ki, şeytan həm cinlər cinsindən olur, həm də ki ins cinsindən. وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَاطِينَ الْإِنْسِ وَالْجِنِّ يُحْيِ بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا. Beləcə biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar biri digərini aldatmaq məqsədi ilə bir-birinə təmtəraqlı sözlər təlqin edirlər. Ən'am surəsi 112-ci ayə. Onlar Adəm oğlunu zəlalətə düçar etməyə bir-birinə kömək edirlər. Bu tağutun birinci növüdür. İnsanlardan deyən tapılar ki, mən şeytana ibadət etmirəm. Ne üçün siz belə deyirsiniz? Biz ona deyirik ki, sən ona taət edirsən. Taət edirsənsə, deməli ibadət edirsən. Allaha taət edirsən, deməli şeytana asılıq edirsən. Əksinə, şeytana taət edirsənsə, deməli Allaha asısan. Şeytana ibadət etməyən ona müxalif olur. Şeytanın əmrlərinə müxalif olur. Şeytandır Adəm oğlunu Allahın yolundan azdıran, ona günahlar etməyi əmr edən. Şeytana asi olur və Allaha mütülü olur. Budur şeytana ibadət etmək. Və bu ibadət bəzən küfr həddinə çatır, şirk həddinə çatır, İslamdan çıxardır insanı, bəzən isə yox. Lakin hamısı şeytana ibadət deməkdir. Bu birinci növ tağut idi, şeytan, iblis. İkinci növ Allahın əhkamlarını dəyişən
zalim həkim, hakim. Bura bütün Allahın nazil etdiyi ilə hökm verməyən hakimlər daxildir. Hansılar ki, insanların arasında olan mübahisəli məsələləri, çəkişmələri, münaqişələri, məhkəmə qərarlarını bəşəriyyətin icad etdiyi qanunları ilə hökm verirlər. Tayfa, adət-ənənələri, xalq ədət-ənənəsi, iqlimdə olan adətlərə münasib olan bədəvi ərəblər, qəbilələr adəti ilə, qanunları ilə hökm verənlər. Bunlar Allahın kitabından üz döndəriblər. Bunlar tağutdur. Allahın nazil etmədilə hökm verirlər və insanların islahını iddia edirlər. Belə insan yalan danışır. Allahın qullarını islahı yalnız Allahın kitabından başqa, yalnız Allahın kitabı ilə olur. Allahın kitabı ilə başqa heç nə ilə oluna bilməz. Və bu sözlərə dəlil Allahın bu ayəsidir. Uca Allah Quranda deyir: "Ələm tara iləl-ləzīnə yəz'umuna ennəhum əmənu bimə unzilə iləykə və mə unzilə min qablikə yuriduna ən yətəhəkəmu ilə-tağud və qad umiru ən yəkfuru bih və yuridu şeytanu ən yudilluhum zalələn bə'idə." Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman getirdiklərini iddia edənləri görmürsənmi? Onlar tağutun huzurunda mühakimə olunmaq istəyirlər. Halbuki ona küfr etmək, yəni inanmamaq əmr olunmuşdur. Şeytan isə onları doğru yoldan çox uzaq olan zəlalətə sürükləmək istər. Nisə surəsi 60-cı ayə. Və bu ayə onlar tağutun huzurunda mühakimə olunmaq istəyirlər, onların tağut olmalarına dəlildir. Və bu ayənin təfsirində alimlər deyiblər ki, bir neçə rəylər var müfəssir tərəflərindən. Deyiblər ki, tağut burada şeytandır. Bir rəy odur ki, deyiblər ki, bu ayə Ka'b ibn Əşraf, bir Yahudi Ka'b ibn Əşraf var idi. Ona nazil olub, ona görə. Bir rəy var ki, deyiblər, bu kahinlərə görə nazil olunub. Çünki hər bir ərəb qəbiləsində kahinlər var idi və mühakimə olmaq üçün onlara müraciət olunurdu. Yəni, kim Allahın kitabı ilə mühakimə olunmaq istəmir, bu ayəyə daxildir. Bu ayə şamil olunur ona. Və kim qəsd edib mühakiməni Allahın nazil etdiyi ilə hökm verməsə, şəriəti bir qırağa qoyulduğu qanunlarla hökm versə, insanların arasında olan mübahisəli məsələləri, çəkişmələri, qoyulduğu qanunları mühakimə etsə, həmin şəxs kafir olur. Bundan yalnız iki hal istisna var. Birinci hal odur ki, kim Allahın nazil etmədiyi ilə hökm verib ictihad səbəbindən xata edib və o ictihad əhlidir, belə şəxs üzürlüdür və bağışlanır. Bu birinci istisnadır. Yəni o haqqı axtarır, ictihad səbəbindən xata edir. Onda üzürlüdür. İkinci hal odur ki, kim Allahın nazil etdiyi ilə hökm vermir, lakin etiraf edir ki, müxalifdir şəriətə, etiraf edir ki, bu hökmü mal dövlətə görə edir, mal dövləti sevir, rüşvəti sevir, onun üçün edir və etiqad edir ki, Allahın nazil etdiyi ilə hökm vermək vacibdir. Və belə hakim asidir, böyük günah sahibidir. Bu ikinci növ tağut idi. Üçüncü növ kim qeybi iddia edir. O dəlil qavluhu Teala alimul qeybi fələ yuzhir və lə qeybihi əhədə. Qeybi bilən ancaq odur və öz qeybini heç kəsə əyan etməz. Cin surəsi 26-cı ayə. Bunlar kahinlərdir, bu barədə dedik və müsəlman onların yanına mühakimə etməsi qalağandır. Onların yanına gedib heç nə soruşmaq olmaz, haramdır. Məsələn, kimisə nəysə itirir, gedir kahin yanına, falçı yanına, baxdırır nəyəsə, yaxud soruşur kim onu sehr edir. Soruşurlar ailə barədə, uzaqda olanda, ona inanırsa insan küfr edir
Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, kim kahin yanına gedib ona inanarsa, Muhammedə nazil olana küfr edər. Hədisi Əbu Davud rivayət edib. Və gedib inanmazsa, belə geçsə, inanmasa, onun namazı 40 gün qəbul olunmur. Hədis Müslim toplusundadır. Sadəcə getməyin aqibəti namazın qəbul edilməməsidir. Və getmək isə böyük günahlardan sayılır. Bu üçüncü növ. Dördüncü növ, kim Allahdan başqa kiməsə ibadət edir və o razıdır. Uca Allah deyir Quranda: "Men yaqul minhum inni ilahum min dunihi fezalika neczihu cehenneme. Kezalike neczi az-zalimin." Bir kəs desə mən ondan başqa bir tanrıyam, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalimlara belə cəza veririk. Ənbiya surəsi 29-cu ayə. Və o razıdır. Yəni bu məhdudiyyət mütləq olmalıdır. Amma kiməsə ibadət olunur və o razı deyil, bu barədə yuxarıda qeyd etmişdik, o tağut olmur. Mələklər, peyğəmbərlər, salihlər, övliyalar, onlar tağut deyirlər. Çünki onlar bundan razı deyirlər ki, onlara ibadət olunsun. Əksinə, bu əməli qadağan edirdilər öz həyatı boyu və onlar vəfat edəndən sonra bu baş verə bildi. Və axırda Şeyxülislam Rahimullah bu sözləri deyir. Deyir ki, bil ki, insan Allaha mömin olmur, hətta tağuta küfr edənə qədər. Və buna dəlil Allahın bu sözləridir. قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدْ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهُ وَاللّٰهُ سَمِيعٌ عَلِيمٌ. Artıq doğruluq azğınlıqdan ayırt edildi. Hər kəs tağuta küfr edib Allaha iman gətirsə, o artıq qırılmaq bilməyən ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. Bəqara surəsi 256-cı ayə. Doğruluq, yəni düz yol, rüşd, o Muhammedin sallallahu aleyhi ve sellem dinidir. Azğınlıq, Abu Cəhlin dinidir. Möhkəm bir ip, La ilahe illallah şəhadətidir. Hardakı iki rükün var. Nəf və isbət. Doğruluq, düz yol, Muhammedin sallallahu aleyhi ve sellem dinidir və cəmi peyğəmbərlərin dinidir. Azğınlıq, Abu Cəhlin və cəmi kafirlərin dinidir. La ilahe illallah şəhadəti Allahdan başqa iləhləri nəf edir və ibadəti tək Allaha sabit edir. Ona görə ki, ibadət tək Allahın haqqıdır. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. İbadət Allahın haqqıdır və heç bir insanın haqqı yoxdur ki, Uca və Cəlal Allahdan başqa kiməsə ibadət edilsin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk. Və sallallahu ala nebiyyina Muhammed və ala alihi və sahbihi və səlləm təslimən kəthira.